Allah aleyhi ve sellem buyurur ki, Abi Ruqayyətə Təmim bin Əvs Əddəri radiyallahu anh buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə demişdir. Əd-dinun nasihə qulnə limən qalə lillahi və li kitabihi və li rasulihi və li əimmətil muslimin və əmmətihim. Allah Resulü buyurur, din nəsihətdir. Sahabələr soruşdu ki, kimə? O dedi ki, Allahı, onun kitabı, peyğəmbəri, müsəlman rəhbərləri və bütün müsəlmanları üçün. Və başqa bir rəvayətdə isə gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem 3 dəfə təkrarlayır, din nəsihətdir, din nəsihətdir, din nəsihətdir. Təbii ki, bu təkrarlamanın səbəbi də nəsihətin mühümliyini bizlərə göstərir. Yerinin nə qədər böyük olduğunu bizlərə bəyan eləyir. Yaxşı, bəs nəsihət nədir? Nəsihətin mənası nədir? Nəsihətin mənası, saf, təmiz və insanın səmimi olmasıdır. Məsələn, deyilir ki, təmiz şey, saxtadan və yaxud da iyrənc şeylərdən uzaq olması deməkdir. Məsələn, günümüzdə işlədirik təmiz bal, təmiz süd və s. və ilə axır. Bunların saxtadan və yaxud da pis qarışıqlardan uzaq olmasıdır. İslam dini də bunu kimidir. İslam dini hər bir tərəfdən xalisdir, təmizdir. İstər batildən olsun, istər batinən olsun, istərsə zahirən olsun. Ümumən, İslam dini yalan danışmaqdan, aldatmaqdan və hilədən, xəyanətdən uzaqdır. Çünki din dedik xalis dindir və saf bir dindir. Ona görə də müsəlman lazımdır ki, zahirini və gizlini, batinini daima bununla bəzəsin. Nəsihətlə və saf olsun, daima ixlaslı olsun və həmçinin də pis və iyrənc ədəblərdən, əxlaqdan uzaq olsun, xəyanətdən və pis niyyətdən insan çəkilsin. Çünki həqiqətən də insan əgər aldadandırsa və insan xəyanət edəndirsə, insan məkirlidirsə, o zaman bu şey İslama ziddir və təbii ki, bu xislətlər İslamdan deyil. Baxın, Allah Resulü sallallahu aleyhi ve sellem dini nəsihətlə məhdudlaşdırmışdır. Bu məhdudluq onu göstərir ki, nəsihətdən başqa heç bir şey bura girə bilməz. Və sonra isə sahabələr, Allah onlardan razı olsun, soruşurlar ki, kimin üçün ey Allahın Resulü? Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, Allahı üçün. Bunun mənası nədir? Allah üçün məna odur ki, insan daima Rəbbi ilə öz arasını daima qoruyub saxlayır və təmiz saxlayır. Və insan Rəbbi ilə öz arasını saflaşdırır. İnsan yalnız ona ibadət edir və Allah Subhanahu wa Ta'ala kamil bir formada inanır, onun rububiyyətinə, uluhiyyətinə, əsma və sifətinə iman gətirir. Allah Subhanahu wa Ta'ala'nın bütün feillərinə inanır. Yaxşı, bəs insanın rububiyyətdə Allahla olan səmimiliyinin mənası nədir? Odur ki, həqiqətən də insan etiqad edir ki, Allah Subhanahu wa Ta'ala hər bir şeyə yaradandır və Allah Subhanahu wa Ta'ala kainatı tək idarə edir və bu idarə etmədə onun heç bir şəriki yoxdur. Allah əgər bir şeyi baş verməsini istəyərsə, o baş verməlidir. Əgər bir şeyin baş verməsini istəməzsə, o baş verə bilməz. Və Allah istədiyini edir. Bu, Allahın Rəbliyinə etiqaddır ki, insan bu məsələdə Allahla səmimi olmalıdır. Allahın ilahlığında insanın səmimi olması, ibadətin bütün növlərində Allahı təkləşdirmək, Allaha heç bir kəsi şərik qoşmamaqdır. Digərlərinə edilən nə ki ibadətlər varsa, bu Allaha qarşı nə səmimilikdəndir, nə saflıqdandır, nə də təmizlikdəndir. Və Allah Subhanahu wa Ta'ala'nın ad və sifətləri barəsində olan səmimi etiqadımız isə odur ki, Allahın gözəl adları və uca sifətlərinin olmasına etiqad etməliyik. Və bu ad və sifətləri onun oxşarı və bənzəri yoxdur. Və Allah özünü öz kitabında və Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsində ispat etdiklərini ispat etməliyik. Və bu ad və sifətləri başqa mənaya yozmaqdan, oxşatmaqdan
və bənzətməkdən, mənanı inkar etməkdən, keyfiyyət verməkdən uzaq olmalıyıq. Və bu, dedik ki, Allahın rububiyyətinə, uluhiyyətinə, ad və sifətlərinə həqiqi, səmimi, saf formada inanmaq buna deyilir. Ona görə də daimən yəni insan daimən çalışmalıdır ki, zahirini tövhidlə gözəlləşdirdiyi kimi batini də bununla gözəlləşsin. Küfürdən və şirkdən uzaq olsun, nifaqdan uzaq olsun. Həqiqətən də münafiqlik, yəni həqiqətən də münafiq xalis kafirdən daha şiddətlidir. Necə ki, Allah Azze və Cəllə buyurur ki, İnnəl münafiqinə fiddərkil əsfəli minən-nər və lən tecidə ləhum nasira. Həqiqətən münafiqlər o gün ən aşağı təbəqədə olacaqlar və onlara heç kəs yardım etməyəcək. Niyə görə? Niyə görə onlar münafiqlər idilər? Lənnəhum yuxadi'unəllaha vəllədinə əmənu. Çünki onlar Allahı və ona iman gətirənləri aldatmağa çalışırdılar. Bu da Allaha qarşı ən əzəmətli xəyanətdir, ən böyük xəyanətdir. Və daimən nəfsi təmiz, saf olan insan dedik ki, zahirini və batinini daimən Allahla ibadətlə keçirməli və əgər insan la ilahə illallah kəlməsini deyibsə, yalnız Allaha ibadət etməli və yalnız ona dua etməli və ibadəti ancaq Allah üçün təkləşdirməlidir. Və insan tək dillə kifayətlənməli deyil və münafiqlərin tutduğu yolda bundan ibarət idi ki, onlar dillə iqrar edirdilər, lakin batinlərində isə, qəlblərində isə, içərdə isə bunu inkar edirdilər. Ona görə də onlar xalis kafirdən daha şiddətlidirlər. Və həmçində buna daxildir bidət əhli. Bidət əhli ki, onların həqiqətən də zərəri bu ümmətə Yəhudi və Nasranilərdən daha çoxdur, qeyri-müsəlmanlardan və daha şərlidir onlar. Baxın, sələflərdən bəzi misallar gətirəcəm. Əbu Musa rahimehullah buyurur ki, mənim Yəhudi və Xristiyanla qonşu olmağım daha sevimlidir, nəinki qəlbimi xəstələndirən bidət əhli ilə oturub durmağım. Həmçinin buyurur ki, zina, oğurluq, içki ilə ölüb Allahla görüşməyi mənim üçün daha sevimlidir, nəinki Mütəzilələrin başçısı Amr bin Ubeyd və onun dostlarının rəyi ilə ölmək. Bunları İbn Battah rahimehullah öz İbənəsində qeyd edir. Həmçinin Yahya bin Ubeyd buyurur ki, rahimehullah, Mütəzili biri ilə qarşılaşdım. O mənə nəsə demək istədikdə qalxıb ona dedim ki, ya mən gedəcəm, ya da ki sən. Xristiyan ilə gəzmək mənə daha sevimlidir, nəinki səninlə gəzmək. İmam Bərbəhər rahimehullah buyurur ki, əhl-i sünnədən bir kişinin pis yola düşdüyünü görsən, yəni günahlar etdiyini görsən, lakin o yenə sünnət üzərində olsa onunla dostluq elə. Onunla oturdur, onun günahı sənə zərər verməz. Lakin bir kişinin ibadətdə çalışqan olduğunu, zahid olduğunu görsən, amma o hava əhli olarsa onunla oturub durma, dediklərinə qulaq asma, onunla gəzmə, onun yolunu düz sayıb həlak olarsan. İmam Şafii rahimehullah isə buyurur, qulun şirk xaric bütün günahlarla qarşılaşması xeyirlidir, Allahla qarşılaşması xeyirlidir, nəinki havası ilə görüşmək. Həmçinin İmam Əhməd rahimehullah buyurur ki, əhl-i sünnədən olan böyük günah sahiblərinin qəbirləri bağçadır. Zahid olub, amma bidətçi olanların qəbri isə bir quyudur. Əhl-i sünnənin günahkarları Allahın dostları, zahid olub bidətçi olanlar isə Allahın düşmənləridir. İmam Əhməd rahimehullah Təbəqatül Hənəbilədə bu haqda danışır. İnsan çalışmalıdır ki, daimən bidət əhli ilə onlarla mübarizə aparsın və onların gətirdiyi şübhələri daimən rədd eləsin. Və həmçinin İmam Əhməd rahimehullah buyurur ki, İslam ümmətinə ən zərərli insanlar cəhmilərdən daha zərərlilərini görmədim. Onlar istəyirlər ki, Quranı batil etsinlər və Allah Rasulü sallallahu aleyhi ve sellem hədislərinə həmçinin. Və həmçinin Abdülğani Əl-Məqdisi rahimehullah buyurur ki, bil, Allah sənə rəhm eləsin. Həqiqətən də İslam və əhli bu tayfalardan zərər çəkib. Onlar o tayfalardır ki, onlar Allahın sifətləri barədə gələn hədisləri rədd ediblər və onları yalanlayıblar.
həqiqətən də bunların İslam'a olan zərərləri kafirlərdən daha şərlidir. Həmçində İbn-i Cevzi rahimehullah buyurur ki, İslamda olan bidətçilər və bu dinə yalan hədislər qoyanlar, yalan hədis qoyanlar ateistlərdən daha şiddətlidir. Çünki həmən o dinsizlər dini xaricdən məhv edirlər. Lakin bunlar isə dini içəridən məhv etməyə çalışırlar. Və həmçinin də Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, həqiqətən də elm əhli ittifaq edib ki, İslam ümmətinin boynuna ilk xəncərləri qaldıran, ilk onları məhv edən, qiblə əhlini öldürən, elə özlərini İslama nisbət edənlər olub. Və onların da və həqiqətən onların fitnəsi və zərəri bu dinə və ümmətə və bu dində olan əhlə daha böyükdür. Və həqiqətən də ona görə müsəlman çalışmalıdır ki, dinini qorusun. Ümumən, bu din bizlər üçün qoyulmuş bir əmanətdir. Ona görə biz bu dini yerdən tapmamışıq və yaxud da kimlərsə bunu bizə verməyə. Bu Allahın dinidir. Ona görə insan baxmalıdır ki, necə İbn Sirin rahimehullah buyurur, həqiqətən də bu elm sizin dininizdir, baxın dininizi kimdən götürürsünüz. Ona görə müsəlman diqqət etməlidir belə şeylərə. Və həmçinin də sələflər buyurur ki, həqiqətən bidət əhlinin danışığı sanki bala zəhər tökməyə bənzədilir. Yəni, bidət əhli elə bir formada danışır, elə bir formada bəzəyir ki, o insana şirin görünür. Lakin insan düşünsə bu haqda görər ki, həqiqətən o balın içində bir zəhər var. Və sonra isə hədisin ikinci hissəsi. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allahın kitabı üçün olan nəsihət. Yaxşı, bəs Allahın kitabı üçün olan nəsihət nədir? Bu barədə bizim saf, təmiz etiqadımız, əqidəmiz nədir? Allahın kitabı haqqında olan əqidəmiz odur ki, həqiqətən o kitab Allahın kəlamıdır və o məxluq deyil. Və o Allahın həqiqi kəlamıdır və Allah o kitabı öz Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə indirib. Və ona görə insan bunları bilə-bilə Allahın kitabını oxumalı və bu ayələri haqqında düşünməli, mənaları dərk etməli və təfsirinə varmalıdır ayələrin. Bu, Allahın kitabı haqqında olan nəsihətdir ki, insan Allahın kitabı barəsində də səmimi olmalıdır. Həqiqi səmimi insan da odur ki, Allahın kitab ayələrini oxuyur və orada olan ayələri əməl edir. Ümumən, elm əməlsiz insana heç bir fayda vermir. Və həmçinin də Allahın Peyğəmbəri haqqında nəsihət isə, Peyğəmbərinə nəsihət isə, yəni insan şəhadət edir ki, həqiqətən də o, bəşəriyyətə göndərilmiş sonuncu Peyğəmbərdir. Bəşəriyyətə göndərilmiş sonuncu Peyğəmbər və həqiqətən də onu insan özündən, öz nəfsindən, atasından, anasından, bütün insanlardan çox sevməlidir. Təbii ki, birinci Allah Subhanahu wa Ta'alanın sevgisi və sonra isə Muhammed sallallahu aleyhi ve sellem sevgisi olmalıdır. Və ona da sevgi, ona tabi olmaqla və ona itaət etməklə, onun qoyduğu sünnəti əməl etməklə olur. Və onun üzərinə yalan danışmaqdan insan çəkinməlidir. Və ona bilmədiyi şeyləri heç vaxt nisbət etməməlidir. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İnnə kədibən aliyyə leysə kədibə alə qeyri mən kədibə aleyyə mütəammidən fəliyyətəbəvvə məqadahu minən nar. Həqiqətən, mənim üzərimə deyilən yalan, başqaları haqqında deyilən yalan kimi deyil. Kim əgər bilə-bilə mənim haqqımda yalan danışarsa, cəhənnəmdə yerini tutsun. Və Muhammed sallallahu aleyhi və səlləmin Peyğəmbərliyinə iman gətirməyimiz, yəni insan etiqad etməlidir ki, həqiqətən də Allah Resulü sallallahu aleyhi və səlləm o nə əmr edibsə onlara itaət etməliyik və xəbər verdiklərini təsdiqləməliyik, qadağan etdiklərindən, çəkindirdiklərindən uzaq durmalıyıq və Allaha yalnız onun qoyduğu yolla ibadət etməliyik. Necə ki, uza Allah subhanahu wa ta'ala buyurur ki,
وَمَا أَتَاكُمُ الرَّسُولَ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا Əgər Peyğəmbər sizə bir şey əmr edirsə, onu götürün və sizi neydən çəkindirirsə, ondan çəkinin. Baxın, bu ayələr onu göstərir ki, həqiqətən də bu əmirlərə görə, Allahın bu ayələrinə görə Peyğəmbər ən sevimli insan olmalıdır. Və həqiqətən də vacib buyurulmuş sevgiyə ən haqlı olan Muhammed sallallahu aleyhi və səlləmdir. Və ondan sonra kim Peyğəmbərlik iddia edərsə, o bu iddiasında yalancıdır və bu iddia batildir və bu həddi aşmaqdır.